sesleştirip Nail Xanım şair kızının sözlerine yazılmış Eylem Ebalamıza ait olan bir mahnını size təqdim edəcəm və bütün şəhidlərimizin qarşısında da anılar qarşısında. Elməddinim cənnət mələyim mənim, sən ki icazəsiz çıxmazdın evdən. Vətən harayına yetişən oğlum, sən tək evdən deyil, getdin bir eldən. Hələ diplomunu almadan ələ atıldın o dalın içine balam. Her gün namaz üstte Yüce Allah'a itaat eyleyip gönderdin salam. Mehmedli Elmeddin Ələddin oğlu, güruru fəxri sen Lənkəranın Şaban kendini ölmez şehidi, uca zirvede sen cennet mekanın. Mehmedli Elmeddin Ələddin oğlu, güruru fəxri sen Lənkəranın Göy Şaban kendinin ölmez şehidi, uca zirvede sen cennet mekanın. Uca zirvede sen cennet mekanın. Söndü evimizin çırağı sensiz. Sen şirin canını kurban eyledin. Vətənin yaşasın duansız şənsiz. Büyük izdihamla döndün evine, gelişin o geliş olmadı senin. Ucaldın şadet megamına sen, üç renkli bayrağın oldu kefenin. Mehmedli Elmeddin Ələddin oğlu, güruru fəxri sen Lənkəranın Göy Şaban kendinin ölmez şehidi, uca zirvede sen cennet mekanın. Mehmedli Elmeddin Ələddin oğlu, güruru fəxri sen Lənkəranın Göy Şaban kendinin ölmez şehidi, uca zirvede sen cennet